Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə Sabir Əhmədlinin dərs hekayəsinin izahını verəcəm. İndi isə keçək hekayənin əsas məqamlarına. Deməli, əsər necə başlayır? Məktəb direktoru çıxışda pilləkan başında dayanıb gözünü darvazaya tikmişdi. Siniflər boş, yaxın evlərdə 5-10 şagird gəlmişdi. Onlar da eləcə dəhlizdə həyətə girələnib harasa itdilər. İçəridə bir neçə müəllim var idi. Deməli, uşaqlar, bu müharibə dövründə yazılmış bir əsər idi və burada desək ki, testdə heç kim gəlməmişdi. Bu yanlışdır, çünki içəridə bir neçə müəllim vardı. Budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır. Niyə hər iki müəllim üst qapıdan gəldi? 10-15 dəqiqə qabaq orada Şərifzadə küçəsinin Kiyev prospekti ilə kəsişdiyi yerdən avtomat atəşi qopmuşdu. Bax, burada düşə bilər ki, deməli, harada müharibə olduğu verilirmi? Bəli, bax, burada küçənin adına qədər verilir ki, Şərifzadə küçəsinin Kiyev prospektində. Nəqliyyat işləmirdi, avtobus yox idi, deməli, piyada gəliblər. Nə atışma idi? Direktor soruşdu. Müəllim dilli dilavəri söylədi. Tankdan atırdılar. Tank üstündə soldatlar vardı. Yerdə də atırdılar. Kim atırdılar, nə üçün atırdılar bilmək olur ki, bir Juguli ötdü, onu vurdular. Yoxsa küçədə kimsə hara gəldi atırlar dedi. Bu biri müəllim dedi. Heç ağlımıza gəlməzdi. Gündüzün gün ortasında bu qudurmuşlar. Belə iş tutarlar. Bir də gördük lap yaxınlığımızda şillədilər. Qaçıb bir təhər yaxındakı evin blokuna girmişik. Neçəsi dükana, mağazaya soxuldu. Deməli, bu iki müəllim məktəbə gəlinə qədər canlarını başqa bir bloka girməklə qurtarmışdı. Deyə hətta bir neçəsi dükana, mağazaya da soxuldu. Xətər yetirmədi, valla bilmədi, ötüb getdilər. Biz də evlərin arası ilə qorxa-qorxa gəlmişik. Lap quduzlaşıblar. Ağına, bozuna baxmadan atəş atırlar. Qurtarmadı, qırdılar, ürəkləri soymadı. Direktor çönüb getdi və sifariş göndərib məktəbə gətirdiyi müəllimlərin bu hala düşməyindən özünü təqsirkar bilsə də üstünü vurmadı. Bu hissəyə diqqət yetirək. Deməli, direktor müharibə dövrüdür. Əslində müəllimlərin həyatını bir növ riskə atırdı. Direktor çünki bunu sifariş göndərib müəllimlər gətirmişdi ki, hamı dərsə gəlməlidir. Müəllimlər də qorxusundan gəlmişdilər. Düzdür, bax, direktor özünü burada təqsirkar bilir. Amma bunun üstünü vurmur. Bu imtahanda düşür. Yaxşımı yadda qalsın? Müəllimlər direktorun ardınca içəri keçdilər. Direktor dərsə davamiyyət adı altında bir ayaqüstü yığıncaq keçirəndə iki rəfiqədən biri dilləndi. Nəqliyyat işləmir, yollar qarışıqdır. Belə halda körpə uşaqların məktəbə gəlməsi təhlükəlidir. Hələ atışma da gedir bəzi yerlərdə. Alatavada bərk atışma olub. Elə ev yoxdur ki, ona bir xətər çatmasın. Neçəsini şəhidlər xiyabanında dəfn ediblər. Məktəb işləməli, dərs keçilməlidir. Bax, direktor deyir ki, nə olur olsun, məktəb yenə də işləməlidir. Məsələ belə qoyulmuşdur. Xalqımızın başına müsibət gəlmişdir. Haqsız yerə qan tökülmüşdür. Evlərdə yasdır. Lakin bu bizim ruhumuzu öldürməməlidir. Baxın, bunu direktor deyir. Hamı bilirdi, komendant kəskin şərt qoymuşdu. Bütün maarif müəssisələri, uşaq bağçaları, körpə evi işə başlamalıdır. Deməli, bax, burada deməli, məktəbin başlamasını əslində direktor da istəmirdi ki, məktəb olsun. Sadəcə komendant kəskin şərt qoymuşdu ki, mütləq maarif müəssisələri, yəni məktəblər, təhsil ocaqları, universitetlər işləməlidir. İstər uşaq bağçaları, körpələr evi işə başlamalıdır. Yəni əgər bura işləməsə, yoxsa işlərindən bunları atacaqlardı. Yəni direktor da qorxusundan həmin müəllimləri sifarişlə dərsə çağırmışdı. Uşaqlar məktəbə gəlməli, bağçaya, körpələr evinə verilməli idi ki, valideynlər zavodlara, dəzgər arxasına getsinlər. Yəni uşaqlar getdikdən sonra valideynlər də gedəcək. Xəbərdarlıq edilmişdi. Kim hansı məktəb işləməsə, Bakı komendantlığı bunu itaətsizlik təki qiymətləndirəcək və həmin məktəb, həmin maarif şöbəsi barədə ölçü götürüləcəkdir. Deməli, baxın, burada artıq biz bilirik ki, direktorun müəllimləri sifarişlə dərsə çağırmasının səbəbi var idi ki, onların məktəbinin adı pisə getməsin. Direktor müəllimlərdən rica etdi, yalvardı. Baxın, bunu yadda saxlayaq ki, direktor hətta müəllimlərə yalvarırdı ki, hər kəs məktəbə gəlsin.
Yəni bunu direktorun özü hətta yalvarırdı. Qorxurdu. Nədən qorxurdu direktor? Onu vəzifədən çıxararlar. Parti biletini alarlar. Ay yoldaş direktor, sən niyə əsirsən? Müəllimlər soruşur. Parti biletlərdən mərkəzi komitənin qabağında tonqal qalamışdılar. Deməli, bax deyir ki, parti biletlərdən mərkəzi komitənin qabağında tonqal qalamışlar. Bu nə deməkdir uşaqlar? Deyir, yəni neçə dənə adamı işdən çıxarıb, onların parti biletlərini əllərindən alıb artıq tonqal qalıblar. Yəni direktorun qorxusu da buydu. Hardasa atışma olur, avtomat şaqıldayır. Kimi isə ötürdüyü yerdəcə gülləyə qurban edirdilər. Hər gün şənbə gecəsinin bir-birindən müthiş sorağı söylənilirdi. İkinci növbənin uşaqlarının gəlişi daha çətindi. Axırıncı dərs qaranlığa düşürdü. Gülzar müəllimin sinifi ikinci növbə idi. Deməli, burada müəllimin adı çəkilmişdi. Hansı müəllim idi? Gülzar müəllimin sinifi. Sənin uşaqların gəliblər, dedi direktor. Ürəyində müəlliməyə minnətdarlıq oyandı. Baxın, testlərdə düşə bilər ki, direktor müəlliməyə Gülzar müəllimənin uşaqlar gəldiyi üçün ona minnətdarlıq edir. Yanlışdır. Çünki o minnətdarlığı ürəyində edirdi. Tapşırıq belə idi. Söhbət aparın, uşaqları sakitləşdirin və qaranlığa saxlamayın ki, uşaqlar hamısı birdən itirilərdi. Ki, onların bəstəboy, istəkli müəllimləri bir yayğın güllədən ölər, yaralanardı. Bəs niyə soraq tutmayıblar bu neçə gündə? Nə onlar bundan, nə bu onlardan? 32 uşaqdan 18-i gəlmişdi. Deməli, uşaqlar, Gülzar müəllimin sinifində neçə uşaq gəlmişdi? Bunu yadda saxlayaq. 18 uşaq gəlmişdi. Yəni yarıdan biraz çox gəlmişdi də. 32 uşaqdan 18 uşaq gəlmişdi. Gəlməyənlərin yeri boşdur. Sinif boş qalmış, partalar ah çəkir elə bil. İndi mənə deyin görün, burada partaların ah çəkməsi var. Buna biz nə deyə bilərik? Deməli, insan ah çəkə bilər, amma burada partaların ah çəkməsi kimi veribsə, bəli, biz ona metafor nümunəsi deməliyik, düzdür. Necə gəldiniz uşaqlar, soruşdu müəllimə. Elə bil nə qanlı atışmalar olmuşdu, nə bir həftə məktəb olmamışdı. Deməli, müəllim özünü elə aparırdı ki, yəni müharibə sanki olmamış kimi də. Müəllimə həminki geyimində, sual da həmin ahənglə. Ona görə də uşaqlar çaşdılar. Müəllimə sinifin ən danışqan oğlanına göz qoydu. Hə, bu başlasa da qatıb qarışdıracaqdı. Çünki danışqan idi. Başlayıb müharibənin hər şeyindən danışacaqdı. Amma hamı bilirdi ki, müəllimə onu çox istəyir. Həm də sinifdə haçan nə baş versə, Gülzar müəlliməyə hamanca çatdıran bax bu cıbız məqsəd olardı. Deməli, danışqan uşağımızın adı nə oldu? Burada məqsəddir. Mən Aydın, Sənibər bir gəlmişik müəllimə. Deməli, bunun sinif yoldaşları Aydın və Sənibərin adlarını öyrənərək sakitləşdirmi sizin məhəllədə? Müəllimə, bizim qapının lap ağzında bir tank dayanıbdı. Başlayır bütün xəbərləri məqsəd ona çatdırmağa. Bəs sona niyə gəlməyib? Məqsəddən müəllimə soruşur ki, məqsəd də bir partada oturan qız. Yox, bəs sona niyə gəlməyib? Müəllimə, məqsədlə bir partada oturan qız soruşdu. Yəni məqsədin sinif yoldaşı bunu soruşur ki, məqsədin sinif yoldaşı müəllimdən soruşur. Sona niyə yoxdur? Kimsə dilləndi, qəhərindənmi, qorxudanmı sinifə göz dolandırdı. Məqsəd dil dodağı təpmiş halda tezdə dedi. Onun müəllimə Sonanın qardaşı olub. Baxın, Sonanın qardaşı ölmə xəbərini də kim bizə verdi? Məqsəd verdi. İlk partada təkcə əyləşmiş Zivər soruşdu. Siz şəhidlər xiyabanına getməmisiniz, müəllimə? Sonanın qardaşını orada dəfn ediblər. Bax, Sonanın qardaşının şəhidlər xiyabanında dəfn edilməsini isə bizə kim deyəcəkdi? Zivər deyir. Amma Sonanın qardaşının ölmə xəbərini isə Məqsəd demişdi. Şəkli də qəbrin üstündədir. Bundan sonra hamı susdu. Müəllimin indi ağlına gəldi. Onun uşaqlarının əgər yaxın bir kəsi həlak olmuşdusa, bir dəqiqə sükutla ayağa qalxıb dayanmalı idilər. Bax, bu düz olardı. İndi müəllimə başqa boş partalara baxmaqdan çəkinir, soruşmaqdan yayınırdı. Qədirin də əmisi Tiflis prospektində tankın altında qalıb, dedi Məqsəd. Elə Məqsəd bütün bəd xəbərləri verirdi də. Deyir, Qədirin əmisi Tiflis prospektində tankın altında qalıbdı. Bunu deyən obrazımız yenə Məqsəd geri qarılıb arxasındakı boş partaya vurdu əlini. Doğrudan da, yəni Sabir Əhmədli bu əsəri o qədər gözəl yazıb ki, çox təsirli bir əsərdir. Yəni 20 yanvarın bütün incəliklərinə qədər, müharibənin bütün incəliklərinə qədər göstəribdir. Baxın uşaqlar, işarələməli yerləri çəkə bilərsiniz burdan. Uşaqlar baxdılar müəlliməyə. Müəllimə qaldı nə desin? Balacaların ürəkləri dolu idi. Gözləri uşaq qəlbini çəkə bilməyəcəyi ağrıdan, qorxudan böyüyüb eləcə donqullaşmışdı. Müəllimə dedi, qəzetlər düz məlumat vermir. Yalnız Bakıda ölənlərin sayı 300-dən çoxdur. Komendant gizlədir.
Deməli, uşaqlar, bax, burada şagirdlər deyir ki, Bakıda ölənlərin sayı 300-dən çoxdur, amma komendant bunu gizlədir. Atam deyir, əgər toqquşmada ölənlərin sayı 100-dən artıq olarsa, gərək bu işə BMT baxsın. Amma deyir, komendant da bunu gizlədir ki, BMT işə qarışmasın. Məqsəd təzənə yerinə atılır. Mən öz gözümlə görmüşəm, müəllimə, atamın canı and olsun, Allaha öz gözümlə gördüm. Yalan demirəm. Niyə yalan deyirəm? Budur, deyib çantasını dartışdırdı. Əlini soxub oradan qəzetə bükülmüş bir şey çıxartdı. Bir əlinin gücü çatmadı, iki əli ilə yapışdı. Çanta qarışıq birlikdə götürüb partadan çıxdı. İcazəsi cumdu müəllimənin masasına. Əllərini soxub bürməni çıxartdı. Taqqıltı ilə qoydu sinif jurnalının üstünə. Hamı boylandı. Müəllimə ehmalca qəzet bükülüsünü araladı, açdı. Bu nədir məqsəd? Bunlar tankdan atırdılar. Hə, bizim küçədə çoxdur. Eləsi vardır, qana bulanmışdı. Onu gətirmədim. Evdə neçəsi var, məhlədən yığmışıq. Doğrusu tankların daş atmağı müəlliməyə də uydurma təki gəlirdi. Bir qarış uzunu biləşdən yoğun lüllə daşdı. İki başdan mişarla kəsilmişdi. Müəllimə onu tərpətdi, qaldırmaq istədi, ağırdı. Bir daş parçasını tək əllə qaldıra bilməyəcəyinə utanıb iki əlli də qaldırmadı. Hamar daş lülləsi təkər dəkiması üstünə dığırlandı. Məqsəd yenidən atılıb daşı saxladı. Düşsə bircə adamın ayağına toxunsa sındıracaqdı. Çox ağırdı, elə bil içində qurşun doldurmuşlar. Müəllimə, onu mən gətirmişəm, bilirdi müəllimə nigarandı. Məqsəd bu ağırlıqda daşı çantasına qoyub uzun yolu piyadaca gətirməkdən məqsədini soruşacaqdı. Bu uşaq soruşmazdan cavab verdi. Yəni məqsədin özü deyir ki, bu daşı ona görə gətirmişəm ki, daşı sərgimizə qoyaq. Hə, məktəbdə hər sinifdə sərgi güşəsi vardı. Tapdıqları, düzəltdikləri maraqlı əşyaları oraya qoyurdular, saxlayırdılar. Bir də müəllimə, mən bir bayatı yazmışam. Bax, uşaqlar, məqsəd bayatı yazmışdı həmçinin. Get əyləş, dedi müəllimə. Məqsəd daş mərmisini masanın üstünə qoyub qayıtdı yerinə. Deməli, uşaqlar, burada bayatı yazmışdı, amma bayatı oxumasına müəllimə deməli icazə. A. Sonra məqsəd nə deyir? Deyir ki, Uçaskovumuzu da öldürüblər müəllimə. Uşaqlar, bu nə deməkdir bəs? Bu ümumiyyətlə rus sözüdür. Sahə müvəkkili, sahə inspektoru deməkdir. Yəni nəyə baxırdı? Məsul olduğu ərazidə hüquq qaydalarını gözləyirdi. Cinayətlərin qarşısını almaq üçün bir sıra araşdırma aparırdı. Bir növ orada gəzən bir şəxs idi də. Deyir ki, məqsəd deyir ki, yəni bizim sahə müvəkkilimizi də öldürüblər. Müəllimə istədi desin bilirəm. Bayaq kimdənsə eşitmişdi. Yəni məqsədin dediyi bu xəbəri müəllim bilirdi. Uşaq elə bil qəsdən bir də söylədi. Bizim məktəbə gəlir daha kök kişi. Yəni müəlliməyə güya tanıdırdı. Buraya baxırdı. Bizim məktəb onun sahəsi idi. Müəllimə bilirsiniz necə olub? Bir oğlan keçirmiş. Soldat yaxınlaşıb qabağını kəsib avtomatın qundağı ilə elə vurub ki, oradaca yıxılıb yerə. Sahə müvəkkili öz maşınına ötürmüş oradan. Saxlayıb maşından düşüb gəlib, görüb soldata deyib, niyə vurdun onu? Soldat avtomatı çevirib, Uçaskovunu da ortasından 2 güllə ilə vurubdu. Dünən olub müəllimə. Axırıncı dərsi keçmədilər ki, uşaqlar qaranlığa düşməsin. Belə dərsin bircəsi də bəsdir. Sən çikinli havada müəllimə öz sinifi ilə birgə çıxdı. Düşdülər. Müəllimə onları böyük işlək yolun o tayına keçirdi. Dönə-dönə tapşırdı. Alatavada uşaqlar keçmiş daş çarxanasının yerində törənmiş qanlı gölün yaxınından keçən torpağa cığırla uzaqlaşdılar. Tez getdilər, yüngülləşmişdilər. Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri deməli o qəlpə qırıqları var idi. Uşaqlar o qəlpə qırıqları, daş mərmiləri burada töküb vermişlər məktəbə. Direktorun göstərişi vardı. Atışmadan nə düşüb, nə qalıbsa, hamısını gətirsinlər. Bir neçə maşın gəlmişdi məktəbin qapısına. Moskvich, Jigulilərin qanadı əzilmiş, burnu ovulmuşdu. Salamat olan da vardı, amma onlarda elə içi düşmüşdü. Zədələnmiş qol qanadı qapıya astar taxılmışdı. Gün ötəcək, quruyacaqdı. Üstdən öz rəngi çəkilənədək sezilməyəcəkdi. Deməli, əsər uşaqlar epik növdədir, janr olaraq hekayədir. Demişdi, epik növdə nə əsasdır? Təhkiyə, yəni müəllifin təhkiyəsi əsasdır. Əsər 20 yanvar faciəsindən danışır və biz bura atalar sözü və ideya kimi deyə bilərik. Torpaq uğrunda ölən varsa vətəndir fikri əsərin ideyasıdır. Hekayədə məktəbin direktoru şəxsi mənafeyini gödür. Yəni bu nə idi şəxsi mənafeyi? O işdən çıxmaqdan qorxurdu. Vəzifədən çıxarılıb parti biletini alınacağından qorxurdu. Həm böyüklər, həm
həm də kiçiklər Bakıda qırğının şahidi olurdu. Həm kiçiklər, həm də böyüklər. Əsər Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmayıb. Yadınızda qalsın, Ermənistan və Azərbaycana həsr olunmayıb. Əsərdə real döyüş səhnələrinə də yer verilmir. Hekayə Bakıda həlak olanların təxmini sayı göstərilir ki, 300-dür. Amma sonra deyir ki, bunları gizlədirlər. Çünki işə BMT qarışır. Vəziyyət gərgin olsa da komendantın göstərişi ilə bütün təhsil müəssisələri işləməli, işləməyən məktəbləri komendantlıq itaətsizlik kimi qiymətləndiriləcəkdir. Məqsəd isə Uçaskovun günahsız öldürülməsindən danışır. Dərsə gəlməyən sinif yoldaşları Sonanın qardaşının öldürülməsini məqsəd deyil, amma Şəhidlər Xiyabanında bastırılmasını isə zivər deyirdi. Baş verən hadisələr haqqında məlumatı məktəb mühitində verildi. Hadisənin baş verdiyi dövrdə təhlükə hələ də qalmaqda idi. Təhlükə qurtarmamışdı. Hal-hazırda da gedirdi həmin müharibə. Partibiletlərin yandırılması elə həmin dövrdəki rejimə qarşı etiraz etmək demək idi. Direktor vəzifəsini itirməkdən qorxsa da müəllimlərə görə narahat idi. Deyir, hətta pis olmuşdu müəllimləri bura çağırmağa, amma üzə vurmurdu. Müəllimlərə yalvarırdı ki, gəlin işə. Direktor uşaqlara boş mərmiləri və cildləri gətirməyi tapşırmış. Qədirin də əmisi Tiflis prospektində tankın altında qalıb. Sonanın qardaşı Şəhidlər Xiyabanını dəfn ediblər xəbərini Gülzar müəllimə isə məqsəd verir. Əslində burada Sonanın qardaşını Şəhidlər Xiyabanını dəfn ediblər. Burada belə yazılıb. Amma əsərin içərisində səhv eləmirəmsə bunu zivər deyirdi. Gəlin bir dənə o hissəyə baxaq. Deyir Sonanın qardaşını da, bax Sonanın qardaşını orada dəfn ediblər. İlk partada təkcə əyləşmiş Zivər soruşdu. Siz Şəhidlər Xiyabanına getməmisiniz, müəllimə, Sonanın qardaşını da orada dəfn ediblər. Şəkildə qəbrin üstünə. Hə, uşaqlar, bax görürsünüz, bu əsərdə, yəni bunu Zivər deyir. Yəni siz bunu Zivər olaraq götürməlisiniz. Ola bilər ki, burada texniki səhv keçsin. Sonanın qardaşının Şəhidlər Xiyabanında dəfn olunmasını isə Zivər deyir. Bu qədər uşaqlar, əsərin izahı bu qədər, təhlili də bu qədər. Sağ olun, salamat qalın.